نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. يا أيها الناس اعبدوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء، واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد. Aziz, möhtərəm müsəlman qardaş və bacılarım, ilk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "Kullu nefsin zâiqatul maut." Her bir canlı ölümü tadacaqdır. Allah Teala'nın yarattığı elə bir məxluq yoxdur ki, bir gün o həlak olmasın. Və hər bir insan əcəli gəldikdə onun əcəli nə bir an gecikir, nə də bir an tezləşir. Ona görə hətta kafirlər belə qəbul edirlər ki, hər bir insan bu dünyadan köçüb gedəcək. Və insan bu dünyadan köçüb getdikdə onun halı 3 qismə bölünür. Yəni bu dünyadan köçüb gedən insanların halı 3 qismə bölünür. Birinci qism o insanlardır ki, onların nə yaxşı əməlləri, nə də pis əməlləri xatırlanır. Yəni o insanlar bir müddət sonra unudulub gedirlər. İkinci qism insanlar şər olan insanlardır. Hansı ki onlar ölsə də onların adı şər olaraq xatırlanır. Pis əməl sahibi olaraq xatırlanır. Və insanlar onlar barədə pis düşünürlər. Onlar xatırlandıqda onlara lənət oxuyurlar və onları sevmirlər. Belə insanlar çoxdur. Necə ki Firon əsrlər öncə ölüb gedib unudulub, yox, unudulmayıb. Bu gün də biz onu pis olaraq xatırlayırıq. Qarun və yaxud da Əbu Ləhəb misallar çoxdur. Ona görə Allah Teala'ya dua edirəm ki, Allah Teala bizi o qismdən eləməsin. Üçüncü qism o şəxslərdir ki, onlar bu dünyadan ötüb gedirlər. Ancaq onların adı yaxşılıqla yanaşı qeyd olunur. Onların adı yaşayır. Onlar özü ölsələr də onların adı daima xatırlanır. Onlar gözəl əməl sahibləridir. Hansı ki, etdikləri o gözəl əməl Allahın rizasını qazanmaq üçün ən böyük səbəbdir. Və Allah Teala da o insanlara sevdirir. Yerdə qalan insanlara sevdirir. Və Allah Teala da bu dünyada onların mükafatını adlarının xatırlaması ilə verir. Görün nə qədər insanlar vardır ki, yer üzündən köçüb gediblər. Ancaq yenə də biz o insanların adı gəldikdə onların həyatını həvəslə oxuyuruq. Biz o insanların adı gəldikdə özümüzü onlara oxşatmağa çalışırıq. Onların həyatları bizə təsir edir. Yaxşı tərəfdən imanımızın qalxmasına, onlardan ibrət götürürük biz. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "İnna nahnu nuhyil mauta ve nektubu ma qaddamu ve atharahum ve kulle şeyin ahsaynahu fi imamin mubin." Buyurur ki Yasin suresinin 12. ayetinde həqiqətən ölüləri dirildən və onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan bizik. Ayet fikir verin. Ayenin axırında Allah Teala buyurur ki, və tərk etdiklərini yazan bizik. Tərk etdiklərini. Alimlər
bu ayəni şərh edərkən deyirlər ki, o tərk etdikləri əməllərdir, hansı ki, özləri ölüb gediblər, ancaq onların əməlləri qalır və Allah Taala onların əməllərini yazır. Və hər bir müsəlman çalışmalıdır ki, özü ölüb getsə də onun əməlləri yaşasın, onun adı yaşasın. Neynəməlidir? Allah üçün elə əməllər görməlidir ki, o etdiyi o əməllər ondan sonra gələn müsəlmanlar üçün örnek olsun. Müsəlmanlar onun kimi əməl eləməyə can atsınlar. Müsəlmanlar özlərini ona oxşatmağa çalışsınlar. Və bu cürə onların adları yaşayır. Ona görə hər bir müsəlman bu dünyada gözəl ad qoyub getmək üçün can atmalıdır. Nə vaxtı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin oğlu Abdullah vəfat edir, bir dənə müşrik sahabələrin yanına gəlir və buyurur ki, sizin tabi olduğunuz şəxs sonsuzdur. Yəni, onunla nə demək istəyir? Demək istəyir ki, onun övladı yoxdur. Oğlan övladı yoxdur. O ölüb getdikdən sonra onun adını yaşatsın. Çünki ərəblər ona çox önəm verirdilər. Və çalışırlar ki, öldükdən sonra onların adını yaşadan, onların adını uca tutan övladları olsun. İndi mən sizə sual verirəm, sonra hekayənin ardını danışacağım. Həmin şəxsin kim olduğunu bilirsiniz? Heç birimiz bilmirik. Niyə görə? Çünki Allah Taala onu bizə unutturub. Çünki baxmayaraq onun övladı var idi, onun oğlu var idi. Ancaq Allah Taala ona Quran-ı Kərimdə rəddiyə verir və onu bizə unutturur. Həmin şəxs Əl-As ibn Vail olur. Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlib bu xəbər çatdıqda Allah Taala ayə nazil edilir. İnnə ə'taynəkəl kəvsər. Biz sənə Kəvsarı verdik. Fasalli li rabbikə vənhar. Rəbbin üçün namaz qıl və qurban kəs. İnnə şəniəkə huvəl əbtar. Sənə ədavət göstərən şəxsin özüdür sonsuz. Fikir verin. Allah Taala bu ayəni, bu surəni nazil indirir. Və bu günlərin Peyğəmbər sallallahu aleyhi və səlləmə sonsuz deyən şəxsin özüdür sonsuz, unudulub gedir. Heç adı xatırlanmır. Xatırlansa da çox az adam bilir və onu pis olaraq xatırlayır. Ancaq Peyğəmbər sallallahu aleyhi və səlləmin adını bütün dünya bilir. Hətta kafirlərin uşaqları belə bilir. Dünyada ən çox xatırlanan insandır. Allah Taala onu o cürə mükafatlandırır. Bu Peyğəmbərlərin yoludur. Hər bir Peyğəmbərin can atıb ki, öldükdən sonra elə əməllər qoyub geçsin ki, onların adı xatırlansın. Allah Taala Quran-ı Kərimdə İbrahim Peyğəmbəri bizə misal çəkir. İbrahim Peyğəmbər dua edir. Rabbi həbli hükmən və əlhiqni bis salihin. Ey Rəbbim, mənə hikmət ver və məni salihlərlə bir yerdə elə salihlərə qovuşdur. Sonraki duasına diqqət edin. Buyurur ki, وَجْعَلِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ. Ey Rəbbim, məndən sonra gələnlərin dilində məni yaxşı yad elə. Subhanallah, İbrahim Peyğəmbər dua elədi və Allah Taala onun adını yaşatdı. Onun yaxşı əməllərini yaşatdı. Bugün hamımız İbrahim Peyğəmbəri tanıyırıq, hətta kafirlər belə tanıyır. İndi həcc ayıdır, ibadət ayıdır, qurban ayıdır. Bunların hamısı İbrahim Peyğəmbərlə bağlıdır. Allah Taala onu bizim dilimizdə yaşatdı. Ona görə hər bir müsəlman çalışmalıdır ki, Peyğəmbərlərin yolunu geçsin. Elə əməllər qoyub geçsin ki, onun yaxşı əməlləri ibrət olsun başqalarına və onun adı yaşasın. Möhtərəm qardaşlarım, ömür çox qısadır. Və biz nə qədər əməl eləsək də bilin ki, azdır. Yəni, insan doğulduğu gündən ölənə qədər yaxşı əməl eləsə, bilin ki, onun etdiyi əməllər azdır. Ancaq bizim Rəbbimiz çox rəhimlidir. Vallahi bizim ömrümüzün az olmasına razı oldu.
Ancaq əməl qapısını bizə qiyamətə qədər açıq qoydu. Ola bilər sən bu dünyada 40 il yaşasan, 50 il yaşasan, 60 il yaşasan. Ancaq Allah Taala'nın rəhməti bizə sonsuzdur. Allah Taala rəhməti ilə bizə elə qapı açdı ki, elə əməllər eləyə bilərik ki, bizim adımız, bizim əməllərimiz, bizim savab dəftərimiz qiyamətə qədər açıq olsun. Və Allah Taala bu fürsəti bizə verir. Ki biz əməl eləyək, bizdən sonra gələnlər o əməli yaşatsın və bu qiyamətə qədər gəlsin, bizim əməl dəftərimiz bağlanmasın. Mən indi hansı əməllər olduğunu danışmıram. Ancaq qardaşlar, bilin ki, əməllər çoxdur, yaxşı əməllər çoxdur. İnsan niyyətini xalis eləməlidir, Allah üçün eləməlidir və yaxşı əməllər qoyub getməyə can atmalıdır. Bilin ki, qardaşlar, bizim qoyub getdiyimiz hər bir əməl bu dünyada qoyduğumuz gözəl ad qiyamət günü bizə nə olacaq? Şəfaətçi olacaqdır. Ənəs İbn Malik radiyallahu anh buyurur ki, biz sahabələrlə bir yerdə Peyğəmbər sallallahu aleyhi və səlləmin ətrafında oturmuşduq. Cənazə aparırdılar. Və sahabələr həmin o ölən şəxs barədə pis danışmağa başladılar. Yəni, yaxşı əməllərini yox, pis əməllərini deməyə başladılar. Çünki yaxşı əməlləri yox idi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, vəcəbət, vacib oldu. Biraz sonra başqa bir cənazəni aparırlar. Sahabələr həmin cənazə barədə, həmin meyit barədə yaxşı sözlər danışmağa başlayırlar. Onu tərifləməyə başlayırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, vəcəbət, vacib oldu. Deyirlər ki, ya Rasulullah, vacibət dedin, vacib oldu dedin, nə demək istəyirsən? Buyurur ki, siz birinci şəxs barədə pis danışdınız, çünki pis insan idi, pis əməllər edirdi. Siz onu xatırlatdıqda, pis əməllərini dedikdə, mən dedim ki, vacib oldu, yəni cəhənnəm ona vacib oldu. Və sonra isə ikinci şəxs barədə yaxşı danışdınız, onun yaxşı əməllərini xatırlatdınız və mən dedim ki, vacib oldu, ona cənnət vacib oldu. Və buyurur ki, əntum şühədəullah fil ard. Siz Allah Taala'nın yer üzərində olan şahidlərisiniz. Allah Taala'nın yer üzərində olan şahidlərisiniz. Alimlər buyurur ki, salih insanlar, Peyğəmbər sallallahu aleyhi və səlləm əntum deməklə, siz deməklə, salih insanları nəzərdə tutun ki, salih insanlar kimə şahidlik verirsə, Allah o qiyamət günü onun şəfaətçisi olacaq. Ona görə hər bir insan çalışmalıdır ki, elə bir ad qoysun ki, təbii ki, Allah üçün elə bir əməl eləməlidir ki, onun adı elə gözəl xatırlansın ki, o əməl, o insanlar qiyamət günü ona şahid olsunlar. O insanlar ki, yaxşı əməl sahibidirlər. O insanlar ki, bu dünyada ad qoyub gediblər, vallahi ki, onun ölümü ilə hamı üzülür. Yəni, yaxşı, salih insanların hamısı onun ölümü ilə üzülür. Ancaq onun adını yaşatmağı ilə sevinirlər. Peyğəmbər sallallahu aleyhi və səlləmin özünə baxın. Peyğəmbər sallallahu aleyhi və səlləmin əmsi, doğma əmsi, Həmzə radiyallahu anh şəhid olur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm çox üzülür. Və gəlib ona deyirlər ki, Həmzənin cəsədini çox bərbad hala salıblar. Peyğəmbər sallallahu aleyhi və səlləm ağlayır, daha da üzülür. Və buyurur ki, vallahi mənlə 70 müşriklərin cəsədini pis hala salacağam. Allah Teala ayə nazil edilir. Və in aqabtum fa'aqibu bimithli ma uqibtum bih. Və la in sabartum lehuve hayrun lis-sabirin. Və buyurur ki, Allah Teala, əgər siz günahkarları cəzalandırmaq istəsəniz, onların mislində cəza verin. Və buyurur ki, bağışda, əgər səbr eləsəniz, bu sizin üçün daha xeyirlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm and içməyinə görə kəffarə verir və heç bir müşrikin cəsədini pis hala salmır.
və illər sonra onu öldürən, şəhid edən vəhşi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və buyurur ki, əşhədə ən la iləhə illallah və əşhədə ənə Muhammedən Rasulullah, mən İslamı qəbul edirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm onun İslamını qəbul edir, ancaq buyurur ki, mənə Həmzəni necə öldürdüyünü danış. Danışır, bitirdikdə baxırlar ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ağlayır və buyurur ki, səndən bir şey istəyəcəm. Mən səndən istəyirəm ki, çalış mənim gözümə görsən mən. Yəni, vəhşini görmək Peyğəmbər sallallahu aleyhi ve sellem Həmzəni xatırladırdı. Alim, mən bu hekayəni nəyə görə danışdım? Peyğəmbər sallallahu aleyhi ve sellemin yaxınları ölüb, hətta övladları belə ölüb. Ancaq Həmzəyə üzülən kimi onlara üzülməmişdi. Niyə? Çünki Həmzə bu dini yaşadanlardan idi. Həmzə İslamı qəbul eləməklə İslam izzətləndi. Həmzə İslamı qəbul eləməklə Peyğəmbər sallallahu aleyhi və səlləmə dayaq oldu. Sahabələri qorudu. Müşrikləri cəzalandırdı. Yəni onun İslam üçün etdiyi xidmətlərə görə Peyğəmbər sallallahu aleyhi və səlləm ona daha çox üzüldü. Fikir verirsiniz, etdiyi hizmətlərə görə. Ona görə hər bir müsəlman çalışmalıdır ki, hər bir müsəlman yəni yaxşı əməl sahibi olub getsin. Elə sən Allah üçün yaxşı əməl elə, vallahi ki, Allah Teala sənin adını yaşadacaq, Allah Teala sənin adını ucaldacaq. Bugün biz Quranı oxuyuruq, qiyamətə qədər oxunan Quran-ı Kərimdə bir surə var. Həmin surə heyvanın adı ilə bağlıdır. Nəml surəsi, Qarışqa surəsi. Və həmin surədə Qarışqanın Süleyman Peyğəmbərlə olan hekayəsindən bəhs edilir. Diqqət edin. Həmin qarışqa başqa qarışqalarla deyir ki, tez yuvanıza girin. Süleyman və onun ordusu bilmədən sizi tapdalayıb keser öldürər. Bunu bir qarışqa başqa qarışqalara deyir. Və alimlər görün nə deyir? Buyururlar ki alimlər, bu qarışqa hansı ki heyvandır, mükəlləf deyil. Bu qarışqa bütün qarışqaları xilas elədiyinə görə, qarışqalara fayda verdiyinə görə Allah Teala onu Quran-ı Kərimdə qiyamətə qədər zikr edəcək. Müsəlmanlara Quran-ı Kərimi oxutturacaq və həmin qarışqa zikr olunacaq. Hansı ki heyvandır, ancaq öz qarışqalarını qoruduğuna görə bugün biz həmin qarışqanı yad edirik. Fikir verirsiniz, bu heyvan da hələ. Gör Allah Teala insanın heç bir əməlini boşa aparmır. Süreyç radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. İzə aradallahu bi abdihi xeyran assələhu. Allah Teala bir quluna xeyir istəsə, hədisdə belə gələr, assələhu. Yəni onu ballaşdırar. Bal sözündən götürülür. Peyğəmbər sallallahu aleyhi ve sellem elə belə də deyil. Yəni onu ballı edər. Sahabələr buyururlar ki, ya Rasulullah, ballaşdıran nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ölümündən öncə ona salih əməl qapılarını açar və canını da o cür alar. Başqa bir hədisdə buyurur ki, İzə aradallahu bi abdihi xeyran istəmələhu. Allah Teala bir quluna xeyir istəsə, ondan istifadə eləyər. Buyururlar ki, ya Resulullah, necə istifadə eləyər? Buyurur ki, ölümündən qabaq ona elə bir əməl qapısını açar ki, onu eləyər, Allah Teala da ondan razı olar və onun ətrafındakı insanlar ondan razı olarlar. Fikir verin, ətrafındakı insanlar. Ona görə alimlər qeyd edir ki, onun ətrafındakı insanlar ondan necə razı olarlar? O öldükdən sonra onun üçün bağışlanma diləyərlər, onun üçün rəhmət diləyərlər, onu xoş yad eləyərlər, onu özlərinə nümunəvi şəxs götürərlər. Ona görə hər bir müsəlman çalışmalıdır ki, hər bir müsəlman özünü onlara oxşatsın. İbn Qayyim rahmehullah buyurur ki, İnsan öldükten sonra onun adının yaşaması onun ikinci ömrüdür. Ve her bir Müslüman çalışmalıdır ki bu dünyada ikinci ömrünü koyup geçsin. Özünün ömrü kısadır. Ancak onun ikinci ömrü her günden artık uzundur. Ve her bir Müslüman
buna can atmalıdır əziz qardaşlar. Təsəvvür eləyin, 30 yaşında bir sahabə İslamı qəbul edir. Səd ibn Muaz radiyallahu anh. Və onun İslamda ömrü cəmi 6 il olur. 6 il. Çox yaşamır. Yəni İslamda 6 il yaşayır həmin sahabə. Səd ibn Muaz radiyallahu anh. Onun etdiyi əməl barədə danışmayacaq. Ancaq o öldükdə, o şəhid olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Taala'nın ərşi onun ölümü ilə titrədi. Təsəvvür edirsiniz, yəni sevincdən titrəyir ha. Və buyurur ki, 70.000 mələk, 70.000 onun ruhunu almaq üçün yer üzərində enirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm öz çadırında olur. Xəbər gəlir ki, Səd ibn Muaz vəfat elədi. Peyğəmbər sallallahu aleyhi və səlləm tez durur və qaça-qaça gedir. Qaçanda başmağı cırılır. Və çölün başmağına belə baxmır, ayaq-yalın qaçmağa başlayır. Buyururlar ki, ya Rasulullah, niyə belə tələssən? Buyurur ki, mən istəyirəm ki, mələkləri qabaqlayım. Mən mələklərdən qabaq çatım. Və həmin şəxs vəfat elədikdə, Səd ibn Muaz radiyallahu anh vəfat elədikdə onun cənazəsini aparırlar. Münafiqlər deyir ki, cənazəsi yüngül olur. Özü amma çox cüssəli adam olur. Həddindən artıq cüssəli olur. Cənazəsi yüngül olur. Müşriklər deyir ki, münafiqlər deyir ki, Allahın ona verdiyi bəladır. O hansı ki, Yahudilər barədə səhv qərar vermişdi, əksin düz qərar vermişdi. Münafiqlərin xoşuna gəlmişdi. Ona görə deyir, Allah da onu cəzalandırıb. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər çatdırdı. Əksinə, onun cəsədini mələklər daşıyır, ona görə yüngüldür. Yəni bu insan, mən əməl etdiyi əməldən danışmıram. Bu insan 6 il İslamda yaşayır. İndi hamımız oturub düşünək ki, subhanallah, bu əməl nə əməl edib ki, bu cürə fəzilətə layiq olur. Yəni biz hamımız onlara oxşamağa çalışmalıyıq. Vallahi ki, biz də elə əməl edə bilərik ki, ölümümüzdən sonra bizim adımız yaşayar. Qiyamətə qədər bizə savab gələr. Qiyamətə qədər savab dəftərimiz açıq qalar. Deyə bilərsiniz ki, o sahabə idi, Peyğəmbərin yanındaydı, Peyğəmbərdən dərs almışdı, ondan tərbiyə almışdı. Yox, ondan sonra gələn insanlardan da nə qədər misal çəkmək olar. Ancaq mən bir dənə qadından misal çəkəcəm. O da hamımızın bildiyi, tanıdığı Harun Raşidin yoldaşı Zübeydə bin Cəfərdir. Yəni biz bilirik ki, Abbasi xəlifələrinin nisbidir, düzdür, ancaq ümumilikdə ən yaxşı xəlifəsi olan Harun Raşid olur. Və bunun yoldaşının da adı Zübeydə olur. Allah ona rəhmət eləsin və dua edən ki, Allah ondan razı olsun. Qədim zamanlarda biz bilirik ki, həccə gedəndə insanlar hardan keçir? Səhradan keçirlər. Ən böyük problem də nə olur? Su problemi. Və insanlar çox əziyyət çəkirlər. Çünki səhrada su yox idi. Zübeydə bunu gördükdə mütəxəssisləri çağırır. Çağırır, deyir ki, mənim öz puluma ora kanal çəkin. Hansı ki, zəvvarlar, həccə gedənlər, ümrəyə gedənlər səhradan keçdikdə su problemi yaşamasınlar. Mütəxəssislər deyir ki, bu mümkün olan bir şey deyil. Çünki biz bu kanalın çəkilməsi üçün dağları yarmalıyıq. Neçə dənə dağ yarmalıyıq. Biz də bilirik ki, indiki zamanda dağı yarmaq çətindir. Qədim zamanlarda texnika olmayan vaxtı gör bu necə çətin olur. Həmçinin Ərəbistanda olanlar bilir, onların dağları necə, hamısı daşdır. Və bu buyurur ki, bu milyonlara başa gələn bir şeydir. Zübeydə buyurur ki, vallahi mən bilsəm ki, mənim orada işləyən fəhlə hər vurduğu külüncə məndən 1 dinar gedəcək, mən yenə onu verəcəm. Çəkinsiz. Və o bütün sərvətini, xəlifənin yoldaşıdır, öz sərvətini sərf eləyir və həmin kanalı çəkdirir, həzlərə su verir. Bunu İmam Zəhəbi Bidayə və Nihaya kitabında gəlir, Siyar Ələm Nübələ kitabında gəlir. O öldükdən sonra salih insanların biri buyurur ki, vallahi mən yuxu gördüm. Gördüm ki, biz məhşərdəyik.
Və mən Zubeydə ilə qarşılaşdım, o sevinirdi. Dedim ki, nəyə görə sevinirsən? Buyurdu ki, mən o kanalın çəkilməsinə qərar verəndə mənə xəbər gəldi. Allah Taala mənə buyurdu ki, sən o kanalın çəkilməsi üçün qərar verəndə fəhlə ilk külüncü vurduqda sənin bütün günahların bağışladı, sən cənnət əlindən oldun. Görün, subhanallah, Allah üçün əməl elədi və Allah Taala onu inşallah ki, böyük bir mükafatlandırdı. Yəni biz hamımız o adı nail ola bilərik. Allah üçün elə əməllər qoyub gedə bilərik ki, biz ölərik. Çünki bizim ömrümüz qısadır. Ancaq bizim savab dəftərimiz qiyamətə qədər açıq ola bilər. Və hər bir müsəlman bunu etməlidir. Və hər bir müsəlmanın boynunda vacibdir ki, bunu eləsin. Allah Taala fərz namazları buyurub, fərz ibadətləri buyurub bu yerində. Ancaq insan ola bilər ki, elə bir əlavə əməl eləyə bilər ki, o onunla cənnəti qazana bilər, o onunla bağışlana bilər, o onunla cənnətdə ən yüksək məqama çata bilər. Allah Subhanahu Taala'dan istəyirəm ki, bizi də elə əməl sahibilərdən eləsin. Hədə əstəğfirullah li və ləkum və li cəmiyyil müsliminə min kulli zənb fəstəğfiruhu innehu vəl ğafurur rahim. Bismillah və salatu və selamu ala Rasulillah və ala alihi və sahbihi və mən və alə. Möhtərəm müsəlman qardaşlarım, bu günlərin müsəlman ailələrinin ən böyük bəlalarından biri, müsəlman ailədə yetişən uşaqların özlərini kafirlərin yaratdıqları süni qəhrəmanlara oxşatmalarıdır. Biz hamımız bilirik bunu. Görürsən ki, balaca müsəlman uşaqlardır, hansı ki kafirlər hansısa bir peşədə məşhurdurlar, özlərini onu oxşadırlar, onun həyatını əzbər bilirlər. Onları özlərinə nümunəvi şəxs götürüblər. Ancaq kafirlər belə deyil. Kafirlər özləri həqiqi qəhrəmanları özlərinə nümunə götürürlər. Baxmayaraq ki, o qəhrəmanlar müsəlman olsalar belə, müsəlman, çalışırlar ki, öz övladlarını onu oxşatsınlar. Amma bizə gəldikdə elə təbliğat aparırlar ki, biz əslən qəhrəmanlıq nə olduğunu bilməyən, bir obraza bizim uşaqlarımız özlərini onu oxşadırlar. İndi bir misal çəkəcəm, indi bir fakt gətirəcəm. Hamımız bundan ibrət götürməliyik. İbrahim Əl-Əhtarin kim olduğunu biz bilirik. Mən əminəm ki, buradakıların heç biri onun kim olduğunu bilmir. Mən əminəm ki, müsəlmanların 99% onun kim olduğunu bilmir. Amma siz bilirsiniz ki, həmin şəxsin, o müsəlmandır, indi danışacağım nəyə görə. Həmin şəxsi kafirlər özlərinə nümunəvi şəxs götürürlər. Siz bilirsiniz ki, həmin şəxsin heykəli var İspaniyada. O heykəli bilirsiniz kim qurub? Kafirlərin özləri. Nəyə görə qurublar? Övladların ona oxşasın deyinə. O heykəlin caiz olub olmamağı, biz ondan danışmırıq. Zaten bu heykəli kafirlər qurub. Müsəlmanlar düzəltməyib, kafirlər düzəldir. İbrahim Əl-Ədhərin heykəlini kafirlər düzəldir. Həmin o İbrahim Əl-Ədhərin adına İspaniyada küçə var. Həmin o İbrahim Əl-Ədhərin adına böyük bir meydan var. Həmin o İbrahim Əl-Ədhərin adına körpü var. Həmin o şəxs 1492-ci ildə yaşayıb. Əndəlusun, yəni İspaniyanın son dönəmində, hansı ki müsəlmanlar artıq öz aralarında çəkişməyə başladılar. Allah Taala bərəkəti götürdü. Müsəlmanlar, İslam mədəniyyəti Avropadan çıxmağa başlayır. Bir dənə Granada qalası qalır. Granada qalası müsəlmanlarda. Və Granada qalasına gedən yol Loşa şəhərindən keçir. Bugün o şəhər mövcuddur. Loşa şəhəri.
İbrahim Əl-Ədhər cəmaata deyir ki, biz qalanı almasınlar deyinə, qalaya yaxınlaşmasınlar deyinə, həmin o xaçlı ordusunu Loşa şəhərində qarşılamalıyıq. Çünki Loşa şəhəri oranın qapısıdır. 65.000 xaçlı ordusu, 65.000 xaçlı ordusu həmin qalaya doğru gəlir. İbrahim Ədhərə 100 nəfər müsəlman cavab verir. 100 nəfər. Ordu demirəm, çünki o 100 nəfərdən ordu olmur. 100 nəfər ordu müsəlmanla İbrahim Əl-Ədhər 65.000 kafirin qabağına çıxır. Təbii ki, yəni qalib gəlmək qeyri-mümkündür. Çünki bir müsəlmana 650 nəfər düşür. Amma İbrahim Ədhər deyir ki, biz nə qədər bax Allahın şəriətini az bir müddət də olsa bu torpaqlarda qorusaq, İslam dövlətini bu torpaqlarda qorusaq, bu bizim üçün baş ucalığıdır. 100 nəfərlə 65.000 nəfərlik ordunun qabağına çıxır. 65.000. Yəni bir adama 650 nəfər düşür də. Yəni 650 nəfərlə nə qədər cəsur olsan da, yəni bəlkə də sən 2 saniyədə məhv eləyərlər. 1 saniyə çəkməz. Çünki 650 nəfərlə necə vuruşa bilərsən sən? Qılıncla, üz-üzə gəlirsən. Gün açılandan kimi, elə indiki vaxt, döyüş başlayır. Gün batana qədər davam edir, hamısı onda ölür. Təsəvvür edirsiniz, Kraliçə Elizabetda bu ordunu əfsanəvi ordu, həmin o komandiri də İbrahim Ədhəri əfsanəvi komandir adlandırır. Və ondan sonra İspaniyada kafirlər uşaqlarına İbrahim adını qoymağa başlayırlar ki, bu cürə şəxsiyyətə oxşasın uşaqları. Və indi də onun qılıncı Granada muzeyində saxlanılır. Onun heykəli var. Granada şəhərinin mərkəzində onun heykəli var. Ki, uşaqları ona oxşasın. Əsl qəhrəmandır. Siz bilirsiniz ki, bu günlərin İspaniyada 15'e yaxın müsəlman igidin heykəli var. İspaniyanı alan, hansı ki o kafirlərdən alan Tariq ibn Ziyadın belə heykəli var. Niyə görə o heykəlləri qurublar kafirlər özləri? Ona görə qurublar ki, övladları onlara oxşasın. Övladları o cürə qəhrəman böyüsün. Ancaq biz müsəlmanlar o hala aciz hala düşmüşük ki, biz heç onları belə tanımırıq. Biz kafirlərin bizə təqdim elədiyi, yəni real olmayan bir qəhrəmanları övladlarımıza öyrədirik. Ancaq onlar elə deyil. Ona görə də biz bu günlərin zəlil, onlar isə güclü haldadırlar. Qardaşlarım, dediyim kimi, hər bir müsəlman çalışmalıdır ki, bu dünyada elə əməl qoyub geçsin ki, öləndən sonra onun adı yaşasın. Elə bir əməl qoyub geçsin ki, o əməllə başqalarına ibrət olsun. Elə əməl qoyub geçsin ki, Allah Taala o bu dünyada gözəl ləqəb alsın və Allah Taala qiyamət günü onu o ləqəblə çağırsın. Çünki Allah Taala qiyamət günü adı ilə yanaşı, əgər yaxşı insandırsa onu o ləqəbi ilə çağıracaq. Əgər pis insandırsa onu o ləqəbi ilə çağıracaq məhşərə. İndi bir misal çəkim, inşallah bununla da bitirim, hafızalarım uzun oldu. Harun-ur Raşid bayaq yoldaşını qeyd elədi və onun o yoldaşının çəkdiyi o kanal bu gündə durur, bugünkü günə qədər durur. Sədaqətin cəriyədir, müsəlmanlar ondan istifadə edir. Harun-ur Raşidin vaxtında cihad olur və müsəlman ordu kafirlərə qarşı duruşur. Orada nə qədər mücahid olur ki, gəlib adını ordunun dəftərindən sildirirlər ki, biz buna görə pul almaq istəmirik, biz buna görə mükafat almaq istəmirik. Və neynirlər? Bir müddət döyüşürlər, sonra gəlirlər, işləyirlər, azıqa yığırlar, yoldaşlarını, ailələrini ərzaqla təmin edirlər, təzədən döyüşə gedirlər. Harun-ur Raşid bu xəbəri öyrəndikdə qurum yaradır. Qurum yaradır ki, o mücahidlər ki, adlarının gizli qalmasını istəyirlər. O mücahidlər ki, pul götürmürlər, mükafat götürmürlər. Həmin o mücahidlərin ailələrinin hamısının siyasını götürür. Və həmin quruma verir ki, onların
ehtiyaclarını ödəyir. Harun Raşidin qəlbi rahat olmur. Gecələr adi insan qiyafəsi geyinir, üzünü bağlayır, gedir həmin ailələrdən soruşur və onların bütün ehtiyaclarını ödəyir. Nəinki lazım olan ehtiyaclarını, hətta ikinci, üçüncü dərəcəli olan ehtiyaclarını belə ödəyir. Ət verir onlara, paltar verir onlara, ətirinə qədər verir. Ətirinə qədər. Və onun kim olduğunu bilmirlər. Həmin o mücahidlərin ailələri adını bilmədiyi üçün həmin şəxsin adını ləqəb verirlər ona. Mücahidlərin xidmətçisi. Və sonra Harun Raşid bir gün o ailələri yığır, özü də hökümdar qiyafəsində onların qabağına çıxır. Və söhbət etdikdən sonra buyurur ki, sizin nə ehtiyacınız varsa mən ödəməyə hazıram. Ailələr qayıdıb deyir ki, bizim sənə ehtiyacımız yoxdur, sizə ehtiyacımız yoxdur. Bir dənə salih insan var, adını bilmirik. Ləqəbi mücahidlərin xidmətçisidir. O bizim bütün ehtiyaclarımızı ödəyir. Bizim sənə ehtiyacımız yoxdur. Harun Raşid gülür və yanındakılara deyir ki, mən Allaha dua edirəm ki, Allah Taala məhşərdə məni çağırdıqda məhz bu adını çağırsın. Mücahidlərin xidmətçisi. Allah Taala'dan istəyirəm ki, bizi də elə əməl edənlərdən eləsin ki, elə əməl sahibi eləsin ki, Allah Taala da bizi gözəl ləqəblə çağırsın və bizi o əməl sayəsində, o əməllər sayəsində günahlarımızı bağışlasın, cənnət əhlindən etsin, cənnətdə ən yüksək məqama eləsin. Hamımızın təbrik edir.